Salam bizi izləyənlərə. Dün Azərbaycanda InvestX tədbiri keçirildi. Tədbir çox maraqlı keçdi və çoxlarının Azərbaycanda tanımadığı, dünyada bizi təmsil edən, qlobal bazarların kifayət qədər yaxşı tanıdığı Mexin CEO-su Vüqar bəy də iştirak edirdi. Bu gün Vüqar bəylə səmimi bir söhbətimiz olacaq. Söhbətimiz podkast dilində deyil də, daha çox səmimi bir söhbət kimi olacaq. Vüqar bəyi təqdim edirəm sizə. Vüqar Yusuzadə. Sözü ona verəcəm indi. Təşəkkürlər dəvət elədiyiniz üçün. Əslində evdə olmaq çox yaxşıdır o. Futbolçular evdə oyun oynayan kimi məncə də ilk dəfədir ki, Azərbaycanda podkast eləyirik. İnşallah ki, maraqlı olar. İnşallah, əla. Sizə ilk sualım belədir ki, bu gün milyonlarla istifadəçisi olan, dünyanın top 5-nə daxil olan birjanı idarə edirsiniz. Bu məsuliyyət sizə necə təsir edir? Bu əslində mənim ikinci birja təcrübəmdir. Əlbəttə ki, çox insan məni Bitgetdəki olan zamandan tanıyır. Mən ilk Bitgetə işə gələndə Bitget 10 milyon istifadəçisi var idi. Mən Bitgetdən ayrılanda 120 milyon istifadəçisi var idi. 10 qat böyümə əldə eləmişdik. Bəlkə də top 20-dən top 3-ə qalxmışdı. Bitget hal sezonunu yaşayıb. Bitget indi də eyni şeyini Meksidə təkrarlamağa çalışıram. Mən Meksiyə gələndə Meksinin 40 milyon istifadəçisi var idi. İndi artıq böyümə üzrə gedirik. Bu dəqiqə ən sürətlə böyüyən birjalardan biri və birincisiyik. Və bu mən böyüməyə sadəcə insan sayı ilə hesablamıram. Əslində bizə gələn pulla. Çünki mən hər zaman deyirəm, xüsusilə bir maliyyə layihəsi idarə edirsinizsə, insanlar pulu ilə səs verirlər. İstər startapınız olsun, investorlar pulu ilə sizə səs verirlər. İstəyir bir məhsul satırsınız, insanlar pulu ilə gəlib o məhsulu alır. Və bu gün Mexin uğuru əslində bizə insanların öz pullarını gətirib bizim platformada istifadə eləməkdir, yatırım eləməkdir. Onunla bərabər bu keçən rüb hardasa 370 milyona yaxın pul gəldi bizim platformaya. Bu da dünyadakı ən sürətlə böyüyən birja olduq və nəzərə alın ki, bu dəqiqə əslində kripto xüsusilə çox durğun bir zaman yaşayır. Yəni bu zamanda böyümək əslində inşallah buğam bazarı gələndə, bullrun gələndə məncə bir 10-15 dəfə sürətlə böyüyə biləcək. Rəqəmləri qeyd etdiniz. Həqiqətən mən Bitgetin sizin dövrünüzdə 10 dəfə böyüdüyünü açığı bilmirdim. Çox möhtəşəm nəticədir qısa zaman ərzində. Yəni birjaların belə sürətlə böyüməsi nadir hallardandır. Həcmlərə gəldikdə, həqiqətən Mex siz gələndən sonra mən özüm də ticarət edirəm deyə bilirəm. Mexdə həcmlər inanılmaz dərəcədə dəyişib, çox böyüyüb. Birincisi order booklar böyüyüb. Yəni stakan dediyimiz Azərbaycanlıların stakanlarımız çox böyüyüb. İkincisi istifadə sayı. Bu gün Azərbaycanda belə kimdən soruşulan artıq Mexçi birjası var, tətbiqi var. Əslində bu çox maraqlı və qürur verici haldır. Təbii ki, insanlar məni yenə deyirəm, başqa birjalardan tanıdıqları üçün də gələnlər oldu. Həm müştərilər, həm öz komandam. Adətən CEO, C-level bir insan bir şirkətdən bir başqa şirkətə gedəndə öz anturajını da özü ilə aparır. Bir 100 nəfərlik komandasını öz dalıyca gətirir və bu eyni zamanda çox xoşbəxtəm ki, müştərilərdə də baş verir. Çox böyük whale dediyimiz, balina dediyimiz müştərilər çoxu Meksiyə üst tutur. Təbii ki, Meksinin sıfır komissiyası bunun çox kömək olur. Hər kəs gəlir, fikirləşir ki, başqa yerdə ödədiyim komissiyanı burada ödəyim və mən həmişə deyirəm ki, xüsusilə sıfır komissiya kimə ehtiyac olur? Ya siz çox balaca tradersiniz, 200, 300, 500 dollardan trade edirsiniz, burada 10% komissiya vermək istəmirsiniz. Ya da çox böyük tradersiniz, 10 milyon, 20 milyon komissiya ödəyirsiniz hardasa. Komissiyalar çox böyükdür. Keçən il məsəl üçün Mexin sıfır komissiyası ilə orta statistik istifadəçi 320 dollar illik baxdığımızda komissiyalardan qənaət edib. Yəni 320 dollar pul qazanıb və ya pul xərcləməyib. Amma bizim ən çox qənaət edən bir dənə whale-imiz var. 8 milyon dollar komissiyadan pul qazanıb. Əslində sözünüzü də kəsirəm. 130 min dollar da məndə komissiyada qənaət var. Mexçi akkauntumun bir dənəsində. Bu son 2 həftədə istifadə etmişdim. Əladır. Əslində o qənaət olunan pul qazanılmış puldur. Siz onu yatırım da edə bilərsiniz və bunu mən özüm məsəl üçün Bitgetdə işləmişəm. Bitgetin modeli çox fərqlidir. Eyni zamanda Binance-ın, Bybit-in, yəni komissiya üzərindən işləyən modellər çox fərqlidir. Və əgər siz böyük ticarətlə məşğul olursunuzsa, yəni o komissiyalar o qədər böyük olur ki, siz o platformanı dəyişəndə o nəzərə çarpacaq qədər fərq yaradır. Bu məqam çox maraqlıdır. Çünki adətən Azərbaycanda əsasən də bilikləri az olan balaca treyderlər komissiyalara fikir vermir. Amma böyük ticarət edənlər hamı bilir ki, yəni komissiyalar qazancın böyük bir hissəsini alır. Bəzi birjalarda adlarını çəkməyim, bəzi birjalarda hətta yarıya qədər gedib çıxır. Bu böyük leverage-lər işlədirsinizsə. Mexidə sıfır fi, bir Azərbaycan üçün insight alım. Hazırda 13 günlük bir dövr var sıfır fi üçün göstərir. Bu dövrü artırmaq fikri var Mexicinin, yoxsa dayanırsınız? Ümumiyyətlə sıfır fi birjanın fərqli istiqamətlərində istifadə edirik bunu. Biri var ki, bütün birjaya həsr olunur.
bəlli yerlərdə. Bir də var ki, bəzi pairlərə həsr olunur. Məsəl üçün spot marketdə, yəni spot dediyimiz bütün birjaya tətbiq olunur və bu davamlı tətbiq edirik. Demək olar ki, yadımda qalmır. Yadımda gəlmir ki, nə zaman son dəfə spotda komissiyamız olub. Keçənlərdə SpaceX-in IPO-su var idi. Bütün IPO-lara sıfır komissiya tətbiq edirik. Futures-də səhv eləmirəmsə Azərbaycana hələ gəlməyib. Futures imkanlarında 200 pair, 3000 cütdən 200-ündə sıfır komissiya var və əslində biz birja olaraq sıfır komissiyadan pul qazanmırıq da. Çünki və sıfır komissiya eləyirsə, demək biz başqa yerdən bir pul qazanmağa çalışırıq. Və həmişə hamı məndən soruşur ki, bəs sıfır komissiya pul da qazanmırsınız, necə iş tutun? Yəni birja pulu hardan qazanır? Elə buna vurğulayım ki, birjanın ən önəmli pul qazanmağın iki strukturu var. Birinci, trade olmayan vasitələrdən. Məsəl üçün bu gün Azərbaycanda dollarla yatırım eləsəz hansısa banka, hardasa illik 5% yaxşı halda pul qazanacaqsınız. Mexidə bu 18%-dir USDT ilə. APR-ı 18% və başqa kripto varlıqlarında daha yüksək APR-lar var. Eyni zamanda biz Mexi Card layihəsini yürüdürük. 4% cashback gəlir. Biz əslində o komissiyadan qazana bilmədiyimiz pulu başqa servislərdən, xidmətlərlə qazanırıq. Ona görə Azərbaycan istifadəçisinə çox servis aça bildiyimiz müddətcə bu tradingdə sıfır komissiyanı saxlayacaq. Və ən önəmli vasitələrdən biri də odur ki, digər bütün birjalar böyük sponsorshiplərə yüksək maliyyə xərcləyirlər də. Bura futbol komandaları ola bilər, Formula 1 ola bilər, digər böyük idmanlara. Mexin əslində elə bir marketinq maşını yoxdur. Mexin marketinq maşını sıfır komissiyadır. Ona görə biz marketinqdən qənaət etdiyimiz pulu istifadəçimizdən bölürük. Vüqar müəllim, belə bir sual. Niyə Bitgetdən Mexiyə keçdiniz? Ümumiyyətlə mən hər zaman deyirəm ki, C-level ya idarəçilər iki cür olur da. Yaradanlar, quranlar və o insanlar adətən innovatorlar olurlar. Sıfırdan birə götürürlər, ideya yaradanlar. Bir də executive-lər, yəni bunu icra edən quruluşlar olur. Və özümü o insanlar siyahısında görürəm. Biz bəlkə də belə qeyri-adi bir innovativ ideyaya sahib olmuruq karyeramız boyu. Yəni heç bir fikri sıfırdan birə götürmürük. Amma biz birdən 100-ə götürmək imkanına malikik. Və mən Harvardda oxuduğum zaman da mənim ən böyük mentorlardan, sevdiyim şəxslərdən biri Sheryl Sandberg idi. Bu Facebook'un CEO-su olmuş xanım idi. Zuckerberg Facebook ideyasını yaradıb, amma əslində Facebook'u Facebook edən, Facebook'u karlı edən, əslində Facebook'u pul qazanmağına yardım edən Sheryl Sandberg olmuşdu. Və mən də özümü o icraçılardan görürəm ki, bəlkə də çox gözəl bir ideya sahibi deyiləm, amma mən o gözəl ideyanı birdən 100-ə götürmək, onu kütləviləşdirmək və qloballaşdırmaq imkanına malikəm. Və dediyim kimi, biz icraçı olduğumuzda siz adətən qazancınızın böyük hissəsi o growth dediyimiz böyümə həcmindən gəlir. Burada insan sayından da ola bilər, istifadəçi sayından da ola bilər, gələn şirkətin ümumi karlılığından da ola bilər. Onun üçün mən hər zaman karyeram boyu çalışsam bütün şirkətlərdə ona baxmışam ki, hara gedib o yüksək böyümə əldə edə bilərəm ki, oradan yüksək qazanc əldə edə bilim. Aydındır. Mən elə sizə belə bir sual vermək istirdim. Sizcə proyektləri quranların, founderlərin proyektin inkişaf etməməsində ən böyük səhvi məhsulun yaxşı olmamasıdır, yoxsa məhsulun hazır olduqdan sonra bazara düzgün təqdim edilməməsidir? Keçən il biz Texniki Universitetdə gözəl bir hackathon təşkil etmişdik. Mən çoxlu sayda Azərbaycanlı gənclə görüşdüm, mentorluq elədim onlara, onların layihəsinə baxdım. Təəssüf ki, çox zaman insanlar düşünür ki, ideya çox önəmlidir də, fikirlərini heç kimə demək istəmirlər. Elə bilər ki, bu ideya ancaq onların ağlına gəlib. Amma əslində ideyanın heç bir dəyəri yoxdur. Yəni ən gözəl fikri belə siz onu reallaşdıra bilmirsinizsə, onun heç bir mənası yoxdur. Çünki mən də bu tərzdə düşünürəm. Yəni eyni ideya 10 adamın da ağlında ola bilər və eyni ideyanı hətta 10 foundera da verə bilərsiniz ki, bu ideyanın üzərində işlə. Amma bunların içində uğurlusu mütləq şəkildə bu ideyanı inkişaf elətdirə bilən, quran deyil, inkişaf elətdirə bilənlər olur. Sizin məhz karyeranıza baxdıqda siz məhz bu tipli adamsınız. Yəni siz bir növ bazarda artıq mövcud olan bir şirkətləri A nöqtələrindən çox yaxşı B nöqtələrinə aparmaqla məşğulsunuz. Zaten məncə ən çətini də odur. Çünki startaplara da baxdığımızda nə qədər startap pre-seed alır, seed alır, nə qədər startap seeddən A-ya gedə bilir, nə qədər startap A-dan B-yə gedə bilir, nə qədər IPO-ya gedə bilir də. Yəni hər növbəti mərhələdə ən azı bir 90% itki olur. Bu o deməkdir ki, əslində ən gözəl ideyanı belə düzgün icrası yoxdursa, düzgün bazara təqdim olunmursa, düzgün müştəri cəlb olunmursa, o ideyanın heç bir önəmi qalmır.
Razıyam sizlə. Vüqar bəy, sizə belə bir sual. 20 yaşınızda qayıtsaydınız, indiki həyatınızı qurmusunuz artıq. 20 yaşınızda qayıtsaydınız nələri dəyişmək istəyərdiniz? Nələri dəyişməzdim, amma yəni 20 yaşındakı özümə bir məsləhət versəydim, deyərdim ki, biraz əylən. Bu sualı sizə niyə verirəm? Bir çox gənclər o gənc yaşlarını, yəni 18-25 belə deyək, bunları bütün gününü işə verərək uğurlu olmağa çalışır və 90%-ində mən müşahidə elədiyim, yanımda çox gənclər işləyir. 90%-ində alınmır, çünki belə rusca desəm vıqaranya olur. Yəni mən bunlara başa salanda ki, biraz həyatı da yaşamaq lazımdır. Həyatı yaşamadıkca o uğur gələ bilməz. Çünki 100 dəfə oxumaqdansa bir dəfə görmək 100% yaxşıdır. Yəni onun üçün sizə bu sualı verirəm. Belə bir gənclərə balaca bir nastavleniyanız olsa çox sevinərdim. Mən yenə də yəni çox qatılıram. Burada bu arada dediyim gedib, yəni hansı qeyri-adi bir şeydən söhbət getmir də. Mən hər zaman deyirəm ki, 20 yaşlarında insan gərək getsin, səyahət eləsin. Və siz backpacklə, nə bilim, hosteldə qalıb, yeni dostlar tapıb, yeni imkanlar özünüzə daha sürətlə aça bilərsiniz. Nəinki 20 yaşında gedib hansısa şirkətdə 9-5 çalışıb karyera qurmağa çalışasınız. Bəlkə də bəzi insanlar üçün olur və təəssüf ki, mən özüm də bir orta statistik şərqli ailəsinin böyük oğlu olaraq, yəni ailəmdən Yük üstünüzə götürmüsünüz. bütün göz bəklənti olub ki, işləmək lazımdır, gözəl karyera qurmaq lazımdır. Mən Sony-də çalışmışam, Carlsberg-də çalışmışam. Sonra gəlib yaxşı universitetlərdə oxumaq lazımdır və bunu təbii ki, bilməm, mühəndislik, hüquq, həkimlik, iqtisadiyyat kimi böyük bir nəyinsə ucundan yapışmaq lazımdır. Əslində bu gün 20 yaşına geri dönsəydim, gedib biraz musiqi ilə məşğul olmaq istəyərdim. Çox fərqlidir. Çox yəni incə sənətlə məşğul olmaq istəyərdim. Bu gün mən düşünürəm ki, özəlliklə bu AI dəyişən dünyada ən əvəzləməsi çətin olacaq sənətlərdən biri entertainer dediyimiz, Azərbaycan dilində bu sözün qarşılığı yoxdur. Bu əyləndirici, əyləncə təşkilatçıları da burada bilmirəm, gələcəyin Kardashianlarıdır, gələcəyin J-Lo'larıdır, gələcəyin Formula 1 pilotlarıdır. Əslində bu insanlar bizə bir şou yaradırlar və tarixə də baxdığımızda qladiator döyüşlərindən bu günə qədər şou olub. Bütün sivilizasiyada insanlar hər zamanda spros var bunda. Onu izləməyə gəlib. Təbii ki, AI gəlib benzinimizi də bir gün dolduracaq. AI gəlib sökən bir şey də tikəcək. AI emosiyalar əvəz edə bilməyəcək. İnsanın insana verdiyi emosiyanı bu təşkilatçıların, müəyyən müxtəlif konsertlərin filan təşkilatçıların emosiyalarını, verdiyi emosiyaları AI əvəz edə bilməz. Etməyəcək və nə oldu? Əslində son 20 ildə hamı deyirdi ki, IT oxumaq lazımdır. Hamı getdi, kompüter mühəndisi oldu. Bu gün Claude ən gözəl kodu Claude yazır və bir anda, nə bilim, düz deyə təbii ki, burada AI engineer yeni işlər də yarandı. Əslində amma gördüyümüz orta statistik, məsələn Azərbaycana baxdığımızda ən çox pul qazanan kim idi? Sayt quranlar, bu günə ehtiyac yoxdur. Bir anın içində o ən məşğul insanlar. Tam razı. Siz birjanın içindən olan adam kimi bazarın dəyişəcəyini, yəni bazarın istiqamətinin dəyişəcəyini, yönünü dəyişəcəyini ən çox hansı metrikalarla qiymətləndirə bilirsiniz? Mən bazarın istiqamətini dəyişməyini adətən şeyə baxıram. İnsanlar pulunu hara qoyur? Çünki bazarda dəyişməyən yeganə şey puldur. Tam razı. Bu pul harasa gedir, sürəkli əl dəyişdirir. Yəni burada ona infinity game konsepti var. Biz adətən düşünürük ki, birini qazanmağı üçün biri itirməlidir də. Əslində isə bazarda o elə olmur. Hamı eyni vaxtda qazanır, hamı eyni vaxtda itirir. Kapital yerini dəyişir. Bazar payı böyüyə bilər və ya böyüyə bilmir. Məsələn, mənim ən sevdiyim metrik, hər gün baxıram ki, kripto bazarı nə qədər böyüyüb və ya balacalaşıb. Çünki ola bilər ki, Bitcoin-un qiyməti qalxır, amma baxırsan ki, bu gün bazar 7% balacalaşıb da. Bu deməkdir ki, kimsə bazardan pulu götürüb yəqin ki, stoklara qoyub, qızıla qoyub, başqa bir yerə. Kimsə USDT-sini ya keşə çıxardıb, ya başqa bir keşə çıxardıb, kriptodan kənara çıxardıb. Ev alıb, sevgilisinə maşın alıb. Çox şey eləyə bilər də və bu çox önəmli bir metrikdir. Və adətən indi kripto izləyiciləri məni hər dəfə görəndə şey soruşurlar ki, alt season nə oldu? Alt season nə vaxt olacaq? Mən deyirəm ki, alt season var da. Əslində bu cycle-ın alt seasonu stoklardır. Bir anda hamı getdi, stok aldı. Əslində razıyam bununla. Əslində kripto bazarında da yetərincə proyektlər var ki, çox böyük artımlar göstərib. Sadəcə insanlar niyəsə də hələ də 2021, 2017 kimi ali sezonlar gözləyir deyə. Mən də həmişə bunu dəfələrlə qeyd edirəm Olmayacaq. ki, elə bir sezon mümkün deyil. Hər dəfə də arqument verirlər ki, bayaq siz kapitalizasiya dediniz. Bazarın 21-dəki kapitalizasiyasından indiki kapitalizasiyası demək olar eynidir və bu 5 dəfə böyümək məcburiyyətindədir. Deyirəm, ha, tamam, okey. Olsun sabahlarım 20 trilyon. Amma bu demək deyil ki, ali sezon olacaq. Baxın, mənim öz görüşümü deyirəm. RWA,
RVA real səhmləri, real obyektləri blockchain üzərinə gətirir. Bu bazarın dəyərini artırır. Amma bu dəyər artması altcoinlərə və ya heç nəyə təsir sıfır. etmir. Ondan əlavə ödəniş sistemi, Mex-in özünün dediyiniz kimi ödəniş sistemi. Sabah kimsə USDT ilə xərcləmək istəsə, 100 milyon yatırdı sizin birjaya, kartla başladı onu xərcləməyə. Bu bazarın dəyərini artırır, amma bu tokenlərə, Bitcoin-un özünə, altcoinlərə heç bir təsir göstərmir. Yəni insanlar burada böyük səhv edir məncə. Yeri gəlmişkən RWA barədə nə düşünürsüz? Bunun gələcəyi varmı? Çünki mən öz fikrimi deyim qısaca. Mən RWA-in hazırki finansal sistemi dağıtmasını deyil də, hazırki finansal sistemi daha effektiv etməsini gözləyirəm və alqı-satqıların daha rahatlaşmasını blockchain üzərinə gələrək şəffaflaşmasını gözləyirəm. Siz bu barədə nə düşünürsüz? Mən Azərbaycanda asan xidmət var da. Düzdür, əvvəllər dövlət Aha. idarələri var idi, gedirdiniz növbə. İndi hər şey bir yerdədir, hər şey çox sürətlə baş verir. Effektiv olub. Effektiv olub. Əslində RWA da eyni şeydir. Əvvəl brokerə gedirdiniz, banka gedirdiniz, ora gedirdiniz, bura gedirdiniz, 5 nəfərlə danışırdınız bir dənə səhm almağa. İndi onu bir kliklə eləyirsiniz. Tam razı. Effektivlik artıb. Amma dediyiniz kimi o pulun kriptoya heç bir dəxlisi yoxdur. Yenə o səhmə gedir, yenə o brokera gedir, yenə o yatırıma gedir. Əslində bazar böyüyür, amma altcoinlərə filan heç nəyə təsiri yox. Heç kriptoya təsir yox. Məsələn, Bəli. bu ilin əvvəlində nə idi? Kraken istəyirdi, başqa bir neçə birja IPO eləmək istəyirdi də, bir neçə kripto şirkəti. Hamısı IPO-dan çəkildi. Amma bu il kim IPO elədi? SpaceX IPO elədi. Dalı ilə Anthropic gəlir, dalı ilə Texnoloji OpenAI gigantlar. gəlir. Və əlbəttə ki, ora trilyonlar gedən bir valuation olan IPO üçün siz məcbursunuz gözləməyə. Çünki o pul gedir. Yenə də nəyinədir? SpaceX-in şeirlərini gəlib Mexidən alırsınız, Binance-dan alırsınız, digər yerlərdən alırsınız. Tokenize olub. Əslində bu pul hara gedib? Amma Elon Musk'ın cibinə gedib. Eyni Bəli. şey OpenAI-da olacaq, eyni şey Cloud-da olacaq, Anthropic'in IPO-sunda olacaq, IPO da gələcək, RWA-da olacaq, tokenization da olacaq, USDT ilə də alacağıq. Amma bunların heç biri gəlib günün sonunda nə Bitcoin-a, nə Ethereum-a, nə başqa bir sistemə daxil olmayacaq. Deməli buradan iki sualım yaranır. Suallardan birincisi Mex-in klassik kripto birja anlayışından çıxıb artıq səhmlər, yəni birazdan mən belə baxıram ki, məsəl üçün hətta pivələrin səhmini almaq istəsək gedib onu siz qeyd etdiyiniz kimi gedib onu Mex-dən ala biləcəyik və bu əslində çox böyük fürsətdir. Çünki bir tətbiqdə istədiyimiz yatırımı bir tətbiqdə edə bilirik. Birinci sualım budur. Bunun cavabını alım, sonra ikinci sualım olacaq. Çox maraqlı bir cavabı var. Mən hələ yeni gələndə kripto sahəsində bir neçə il öncə bir jurnalist məndən sual vermişdi. Mən də demişdim ki, düşünürəm ki, bir 3 ildən 5 ildən sonra birjalar bank olacaqlar da, bank kimi bir təşkilat olacaqlar. İndi bu gün mən banklara baxıram, fikirləşirəm ki, banklar birja olmağa başlayıb da, xüsusən də Avropada Revolutu, Monzanı açırsınız. Yəqin ki, indi Azərbaycanda da bir çox neobankda, var, Leobankda, Leobankda var, ABB-də kripto da ala bilirsiniz, səhm də Bəli, ala bəli. bilirsiniz, o qədər şey ala bilirsiniz. Və əslində iki tərəfdə çox fərqli qütblərdir də. Birində nə bilim binası da olan banklardır, işçiləri ciddi kostyumda düzələn. Mən də kostyum geyinirəm. Bir tərəfdə də yəni futbolkada olan kriptocular, amma əslində hər şey ortada birləşir və mən düşünürəm ki, çox qısa bir zamanda fərqi olmayacaq. Siz Meksidəsiz, siz Leobankdasınız, başqa bir tətbiqdəsiz. O tətbiqi açanda düşünəcəksiniz ki, mənim pulum burdadır. Son ana qədər bu pulun ən yaxşı dəyərini kim verir? Yenə deyirəm, mən bu gün sizə illik 18% Bank 5 verəndə biz 18 veririk. Siz təbii pulunuzu bura qoyacaqsınız. Sonra deyəcəksiniz, Meksin zaten kartı da var. Mən elə bu kartdan da paylaşım. Nə bilim, indi Azərbaycan kontekstində deyirəm də, Umiko 1%, 2% cashback verir. Meksi 4% cashback verir. Mən gedim Meksini istifadə edeyim. Bu da oldu mənim üçün ödəniş sistemi. Bu mənim artıq rəqabətimdir və istifadəçi olaraq sizin üçün fərqi yoxdur ki, pulunuzu hara yatırırsınız. Sən fikirləşəcəksən ki, həmən burada eyni şey Bitcoin sizə nə bilim verəcək 2 ildə 3x, SpaceX də verəcək 2 ildə 3x. Nə fərq var ki, pulunuzu hara qoyursunuz? Heç bir fərqi yoxdur. Heç bir fərqi yoxdur. Əslində burada pulun sürətindən söhbət gedir. Siz ən böyük sürətlə pulunuzu harda dəyişdirə bilərsiniz. Çünki əvvəllər nə idi? Bir tətbiqdə səhm olurdu, bir tətbiqdə bank olurdu, o birisində kart olurdu. Sürətli bir-birinə atırdınız, komissiya ödəyirdiniz. Amma indi pulunuz bir yerdədir və siz düşünürsünüz ki, pulumu elə burada saxlayıram, burada xərcləyirəm, son ana qədər də burdadır. Və hətta pulunuzu belə deyim, pulunuzu səhmlərdə saxlasaz belə, bu bazar çox likviddir, 7/24 işləyir. Yəni istədiyiniz an satıb pula çevirə bilirsiniz. Bu çox böyük üstünlükdür. İkinci sualım elə oxşar mövzuyadır. RWA Azərbaycanda tətbiqi mümkündürmü? Və bunu siz burada yaşamırsınız, düzdür? Mən məsəl üçün burada yaşadığım üçün nəyə görə bu primeri verirəm? Xaricdə bir çox otelləri filan görürük ki, tokenləşdirir. 8 milyonluq deyək dəyəri olan oteli 10 min adama satır. $800 satır. Və bu
satan adam üçün çox rahatdır. Yəni tez satılır. Alan adam üçün də çox rahatdır və çox likviddir. Biri var siz 8 milyonunuzun hamısını bir yerə verəsiniz. Sonra onu satmaq istəyəndə ona müştəri axtarasınız. Notarius, vəkil gəlsin, bürokratiya ora bura. Biri də var 10 min adamın əlindədir. Hərə öz hissə payına sahibdir. Hərə öz arenda gəlirlərini alır. Satmaq istəyəndə likviddir. Gecə 3-də mənə pul lazım oldu. Mən knopkanı basıram, dərhal satdım. Bu sualın həm texniki tərəfi var, həm də hüquqi cəhəti var da. Azərbaycanda bu dəqiqə heç kripto haqqında qanun layihəsi yoxdur. Yəni o qanun gərək gəlsin. Hazırdır, görək. Yəni də parlamentdən keçsin, qanun qüvvəyə minsin və s. və ilaxır və düşünürəm ki, Azərbaycan kimi balaca bir bazarda əslində Azərbaycanın da mərkəzi birja var da, ora xaricdən pul yatırımı o qədər üstünlükləri olar ki, tokenization olsun. Yəni dövlət bunda çox maraqlı olmalıdır mənim açımdan. Və bu gün Sibiris kimi çox böyük tikinti layihələri var. Əslində o layihələrdə çox maraqlı olmalıdır ki, fractional ownership, yəni hissəli sahibkarlıq dediyimiz, hissəli sahib olma haqqı olsun ki, siz düşünürsüz ki, yəni bir Azərbaycan gənci bəlkə də bu gün pul yoxdur ki, getsin 200 min versin, bir dənə mənzil alsın. Amma yenə də mənzil qiymətləri sürətlə artdığı üçün ora yatırım Bəli. onun bir hissəsinə sahib olmaq özü belə əslində real estate olan yatırımdır. Çünki Azərbaycanda bilirik ki, yatırım imkanlarının ən böyüyü və mən deyərdim ki, bugün yeganə likvid yatırım real estate-dir. Və orta statistik Azərbaycanın ən böyük arzusu nədir? Evin olsun. Evin olsun, kirayə verəsən. Bəli. Və əslində düşünürsüz ki, nə bilim də 200 min ev ala bilmirsiniz, amma əlinizdə 10 min var. Yenə də siz onu qoyursunuz, kimsə operate eləyir, oradan kira gəlir. Çox doğru qeyd edirsiniz, tokenləşdirmə. Və bir dənə də əlavə edim ki, məsələn, Ərəb Əmirliklərində dövlət özü tokenləşdirməni gətirib sırf real estate-ə və onlar düşünürlər ki, növbəti 10 il ərzində bütün Ərəb Əmirliklərinin real estate-in 7% tokenləşdirilmiş, yəni hissəli sahibkarlıq olacaq. Və bu bir neçə milyard puldur. Çünki biz Ərəb Əmirliklərində əmlakın nə qədər aktiv tikildiyini, investorların nə qədər ora cəlb olunduğunu bilirik. 7% yəni çox böyük. Yenə də bax burada bayaqki mövzuya qayıdırıq. Blockchain ilə pul gəlir, amma bu kriptoya gələn pul deyil. Əslində blockchain şəffaflaşdırır da. Yenə mən Ərəb Əmirliklərində yaşadığım üçün deyə bilərəm ki, bütün dövlət sənədlərini onlar blockchainə qoyublar. Universitetin verilən diplomunu da blockchain ilə təsdiqləyirsiniz. Sizə verilən bütün infrastruktur ordadır. Çünki sınmır, dağılmır, ucuzdur, sürətlidir. Düşünün ki, Azərbaycan dövləti də əslində bütün asan xidmətini qoya bilər blockchainin üzərinə. Necə ki, bugün Eqova girirsiniz. Bütün Eqov olacaq blockchaində və artıq arayışlara möhür vurmaq lazım olmayacaq. Artıq Kupçanın kopyası lazım olmayacaq. Burasını fikirləşməmişdim. Dünən mənim də bir balaca təqdimatım var idi. Həmin təqdimatda mən də Sibriz nümunəsini vermişdim. Bir də istiqrazlar nümunəsini vermişdim ki, mənim atam istiqraz almaq istəyir. Amma adam istiqraz tapa bilmir. Yəni asan xidmətə gedir, deyirlər yoxdur. Ora gedir, deyirlər yoxdur. Yaşlı biraz yaş var. Mən buna bir tətbiq yükləyə bilsəm, hardakı blockchain üzərindən ala bilər. Adam ürək istədiyi vaxtı knopkanı basar alar. Əslində çox asandır və bunu görəcək kifayət qədər məncə adam da var. Sadəcə görək zaman yəqin ki, getdikcə biz də inkişaf eləyərik. Və mən bir şey deyim ki, Azərbaycan insanı çox sürətlə öyrənə bilir. Məsələn, mən yadımdadır ki, o bankomatlar, pensiya məvaciblərinin kartla ödəməsi gələndə 1-2 ay öncə hamının nənə babası rahat pin kodunu da yadında saxladı, öyrəndi. Sonra keçdi, ƏDV geri al var idi. Mən düşünürəm ki, dünyadakı ən gözəl layihələrdən biridir. Yəni illərlə vergilər eləməyə, çek dalıcı getməyə gözəl yolu. Bir anın içində hamı ƏDV-sini geri aldı. Orada əslində minlərlə vergi müfəttişinin əvəzinə orada nədir? Müştəriyə geri verir. Necə ki bu gün Meksi sıfır komissiya ilə müştəri gətirir. Bəli. Müştəri özü oldu müfəttiş, müştəri özü götürdü o çeki. Müştəri çıxmayanda o çekin arxasıca getdi. Vergi sistemi şəffaflaşdı, vergi yığımı artdı və günün sonunda müştəri də orada nə bilim 1%, 2% bilmirəm də indi o yekuna nə qədər pul qazandı. Win-win. Hər kəs qazandı. Bu gün də düşünürəm ki, əslində bu RWA dediyimiz Azərbaycanda daha çox var da, qızıl yatağı da var, Azərbaycanda şərabçılıq da var. Əslində bu RWA Azərbaycanda nə qədər insana kömək eləyər ki, o yeni bizneslər yaransın. Burada Qəbələdəki A-frame evlər də əslində fraction ola bilər. Bəli. Sibriz də ola bilər, hansısa şərab bağları da ola bilər, hansısa fındıq bağları da ola bilər və bütün bunları tokenize edərək əslində biz həm də pul toplaya bilərik öz ideyamıza. Və insan gedib kənd təsərrüfatına məşğul olur, məcbur deyil ki, getsin bankdan kredit götürsün. Deyər ki, ay dostlar, ay tanışlar, elə bu torpağı mən hissə-hissə bölürəm, satıram, gəlin alın, necə ki səhm satır, necə ki IPO eləyir, IC olacaq da. Və bu dövlət imkan verəcək, hamı da şəffaf biləcək ki, nəyə sahibdir, nə qədər torpaq əkilir, nə qədər bilməm ferman. Əslində hər şeyi fractional ownership eləmək olar.
Üstəlik bura bir dənə də məqam qeyd etmək istəyirəm. Məncə RWA keçid edildikdə bu təqdim olunan, satışa təqdim olunan məhsullar tam likviddir. Çünki arxasında real dünyada mövcud olan şeylər dayanır. Misal indi bəzi bubble'lar var dünyada, məsəl üçün səhin bubble'lar ola bilər, kriptoda bubble'lar ola bilər. Bunların arxasında böyük bir şey dayanmayıb deyə var. Amma misal RWA-də bu problem daha azdır. Çünki siz qeyd etmişkən, məsəl üçün A-frame tikir adam. Yəni bu A-frame-i tikir də, ordadır, yerindədir. Bunun arenda gəliri də var. Bu halda bunu tokenləşdirmək əslində həm xaricdən yaxşı investisiya gətirmək olar. Ölkəyə xaricdən yaxşı investisiya gələr və ölkədə olan tikintilər, bizneslər məncə daha tez inkişaf etməyə başlayar. Bir növ faizsiz kredit götürürsüz və sadəcə gəlirlərinizi və risklərinizi, ən əsası risklərinizi səhmdarlarla bölmüş olursunuz. Keçənlərdə bir çox gözəl layihə var, adı yadımda deyil. Burada yazarlar öz kitablarının bir hissəsini dərc eləyirlər və insanlar onu oxuyur, sonra insanlar ondan share alırlar. Yəni ona pul verirlər ki, o kitabı yazsın, bitirsin, çap eləsin və dünyada çoxlu sayda belə şeylər Maraq yaradır ardını. Görün, mən onu hər zaman düşünürəm. Böyük biznes düşünməyin. Azərbaycanda o qədər istedadlı gənc yazar var ki, bilməm xarici dilə tərcümə üçün maliyyəsi çatışmır. Mən çox oxuduğum artıq gənc sayılmır. Yəni Güdel Mövlud və s. bizim dövrün şairləri, yazıçıları, amma yeni çoxlu Cavid Ramazanov falan da istəyirəm. Çoxlu yeni yazarlar da var, gənc yazarlar da var. Əslində bütün bu yazarlarda burada çox kreativ bir həll var ki, siz bəlkə də Azərbaycanda bu elə böyük bir naşir yoxdur ki, sizə qabaqcadan 10 min, 20 min, 30 min dollar pul versin, kitab sifariş eləsin. Amma siz o kitabınızın previewsunu da tokenize edib sata bilərsiniz. 30 min adam 1 dollardan belə siz dediyiniz məbləği yığır. Əslində masştablanma, misal əvvəllər ticarət var idi, bildiyimizdə, yəni dədə-baba tradision ticarət. Marketplace-lər yaranandan sonra ticarət itmədi. Sadəcə ticarət çox optimallaşdı və çox asanlaşdı. Dünyanın harasında olur olsun, öz məhsulunu marketinq pulu olmayan, təqdim edə bilməyən adamlar marketplace vasitəsilə dünyanın hər yerinə mal satmağa başladı. Mən əslində bunun Azərbaycanda daha sürətli inkişaf etməsini gözləyirəm və tərəfdarıyam. Mən də Azərbaycanda yaşadığım üçün və burada da balaca da olsa bir şirkətim olduğu üçün mən də bunda çox maraqlıyam. Deməli, sizə bir dənə belə sualım var. Vüqar bəy, mən bayaqdan söhbət etdiyim mənə çox maraqlıdır. Siz bax, xaricdə yaşayırsınız və bilirəm ki, CEO olaraq bütün gününüz məşğuldur. Yəni siz elə olur ki, yəqin gecələr də yatmırsınız da. Bu qədər işin içində Azərbaycanı necə izləyirsiniz? Mənə çox maraqlıdır. Misal, yazar deyirsiniz, yazardan nümunə var. Startup deyirsiniz, startupdan nümunə var. Biznes deyirsiniz, biznesdən nümunə var. Yəni bu qədər enerji. Gəncsiniz, başa düşürəm, amma bu qədər enerji hardandır? Tək Azərbaycan deyil, əslində məsəl üçün mən ömrümün uzun hissəsində Londonda yaşamışam, Bostonda yaşamışam, Dubayda yaşayıram və bir müddətdə qısa bir zamanda mən Qazaxstana getmişəm və bütün məlumatları orada o qurduğum dostluqlar sayəsində əldə edirəm. Yəni deyim ki, açıram bir xəbər saytı oxuram falan, qəti deyil. Twitter, Instagram, orada dostlarımın paylaşdığı şeylər mənə imkan verir ki, o top view dediyimizdə quş baxışı bir dənə görüntünü əldə eləyim. Qaldı ki, xüsusi bazarlar var. Mən hər zaman deyirəm ki, Azərbaycan insanı çox innovativdir də. Hər zaman bir dənə variant tapılır, bir çox kreativ, o qədər kreativ həll var da. Məsəl üçün Azərbaycanda bir anda kartdan karta pul köçürtmələri çox yayılıb da və bir anda görürsən ki, keçənlərdə biz bir restorandaydıq. Çayvoy dediyimiz, yəni onu da kartına kimsə kartına çayvoy atırlar və fikir verirəm ki, artıq Azərbaycanda hamı öz kart nömrəsini əzbər bilir. Telefon nömrəsi formasını alıb. Bunu başqa bir yerdə yoxdur da, amma eyni uyğun sistem məsəl üçün Hindistanda da bütün daxili ölkə arası pul köçürtmələri 0 komissiya ilə olduğu üçün insanlar 2 qəpiyi, 3 qəpiyi belə bir-birinə göndərə bilir. Amma eyni zamanda mən Niderlanda getmişdim. Orada tiki sistemi var. Orada ölürlər ki, bütün hər şeyi 1 qəpik bölürlər də. Kiminsə evinə qonaq gəlib alma da yeyirsinizsə, onun 1 evrosunu geri göndərirsiniz o adama. Və mən bu bütün 3 həlli üst-üstə qoyanda fikirləşirəm ki, biz Meksidə nə edə bilərik ki, insanlar bu 3 dənə fərqli kültürdən olan həlli bir yerə qoyaq və orada bir məhsul çıxardaq ortaya ki, burada insanlar o 0 komissiya ilə pul köçürmənin rahatçılığını, eyni zamanda o bank kartı kimi user ID-lər olsun, onun ödənişini eləsinlər və eyni zamanda Dutch kültüründən, Niderland kültüründən gələn insanlar bir-birlərinə pul ödəsinlər. Və bütün o fərqli kültürləri bir yerə qoyanda nəsə ortaya çıxır da hər zaman və mən o
izlədiyim kültürlərdə sırf buna uyğundur ki, harda yeni bir şey var və o harda iki çox uzaq bir şey bir-birinin içinə qoyub fusion yarada bilərik. Əslində siz qloballaşmaya gedirsiniz. Yəni belə deyə də sərhədləri yığışdırmış olursunuz. Dünyanı siz düz qeyd edirsiniz. Dünyanın hər hissəsində fərqli mədəniyyətlər, fərqli adətlər var. Bu adətlərin vəhdətini yaradanda çox gözəl məhsullar ortaya çıxır. Bir dənə dayandır. Axşam 8-də mənim reisim var, onu nəzərə alındı. Müəllim, mən çox möhkəm maşın sürürəm. Oturdub çatdırır. Deməli, Vüqar müəllim, sizə belə bir sual. Sizcə bir investor hansı siqnallardan başa düşməlidir ki, bu layihə sadəcə hype-dır? Birinci gəlin onda qərarlaşaq ki, layihənin hype olmağı pis bir şey deyil. Marketinq açısından bəli. Yəni sizin önəmli olan bu layihədən bəklentiniz nədir və nə qədər pul qazanmaq və bu pulu nə qədər qısa müddətdə qazanmaq istəyirsiniz, uzun müddətdə qazanmaq istəyirsiniz. Təbii ki, bir layihə hype-dırsa, bura ən sürətli giriş və çıxış etmək lazımdır. Əgər bu gün dünyanın ən güclü adamı, Amerika prezidenti də hype eləyib, token buraxıb 2-3 günün içində pullarının 12 milyardını yığıb çıxıb harasa gedə bilirsə və ya getmirsə, elə orada qalırsa və kimsə buna heç nə demirsə, bu o deməkdir ki, hype pis bir şey deyil. Prosta pis odur ki, siz hype-ı tuta bilmirsiniz. Bu tokenlə sizə bir söz deyim. Deməli, gecə oyanıram, baxıram ki, siz bayaq qeyd etdiyiniz kimi dostlarım atıblar ki, Trump token, listing, bütün birjalar paylaşıb uje, gecə ilə paylaşıb. Yuxuluyam, baxıram 2.38 deyirəm, yox, bahadır. Yatıram 1-2 saat sonra oyanıram 5, səhər vaxtlardır Bakıda 5. 5 olanda mən uje belə bir şey tutur ki, FOMO başlayır. Deyirəm alıram və alıram. Yatıram, oyanıram 7-8 saat sonra 28. Yəni mən yata-yata 5.3x falan olubdu. Oyanan kimi satıram dərhal. Məndə belə bir xəssiyyət var, kəsib atır. Amma 10%-ni saxlayıram. Həmin 10% 78-ə qədər gedir. Ondan sonra indiki qiymətlərə gəlir 2 dollar, 1 dollar. Yaddan çıxartmışam. Yəni bu hype-ın ən böyük üstünlüyü bundadır. Bu pul qazanmaq istəyənlər üçündür. Bəs yaxşı, layihəni uzun müddətli aparmaq, yəni layihədən puldan əlavə də ola bilər də hər insanın bir görüşü var, vizyonu var. Misal biri faydalı olmaq istəyir. Sizcə bu tipli investorlar nəyə baxmalıdır? O tipli investorlar mənim öz investisiya fəlsəfəm budur ki, mən istifadə eləmədiyim şeyi, başa düşmədiyim bir şeyi investisiya eləmirəm. Biz bilirik ki, siz ümumiyyətlə startaplara çox investisiya edirsiniz. Bu barədə prosta biraz qısa elədik podkastı. Bilirəm ki, sizdə Mən yəni öz visim olduğu üçün çox yatırım edirəm şirkətlərə. Amma mən hər dəfə kimsə gəlib nəsə bir ideya pitch eləyəndə, mən fikirləşirəm ki, mən bu məhsulun, yəni sırf pul qoyacağam 10x olacaq deyə, bu məhsulun istifadəçisiyəmmi? Yəni tutaq ki, siz bu gün gəlib deyə bilərsiniz ki, mən nə bilim, nəsə bir məhsul istehsal eləmək istəyirəm, bunun üçün bu qədər pul lazımdır. Əgər mən özümü istifadəçi kimi görmürəmsə, mən oraya yatırım eləmirəm. maşın sürürsüz məsəl üçün. Mən maşın sürmürəm, tutaq ki, Enerjiniz alır. Enerjimi alır və vaxtım parking Yəni, falan. maşınla bağlı bir biznes olsa sizlik deyil. Maşınla bir biznes olsa iki variantı var. Ya gəlib deyəcək ki, hə bu maşın sürməyənlər üçün avtopilot düzəldirəm. Mən bütün pulumu verəcəm ki, gedək də. Ya da gəlib deyəcək ki, maşın sürənlər üçün 1-2. Mən o müştərisi deyiləm, yəni mən onu anlamıram, o məhsulu. Və mən məhsulu anlamıramsa, o foundera da dəstək ola bilməyəcəm. Mənim pulumdan başqa heç bir şey ona dəstək olmayacaq. Nə məsləhət verə bilməyəcəm, nə məhsulunu yaxşılaşdıra bilməyəcəm. Siz həmin proyektlə belə deyək də sinxronizasiya olub yaşaya bilməyəcəksiniz. Ona görə də mən kimsə deyəndə ki, mən nəyisə, yəni deyək ki, Zcash-a yatırım edirəm də. Siz başa düşürsüz Zcash nədir, nə üçün lazımdır, nə eləyir, siz dəstək, yəni siz onu bir istifadə edəcəksinizmi? Mən həmişə deyirəm ki, ən böyük, yəni tarixi artıq deyə bilərik də, artefakt sayılır Warren Buffett. McDonald's-a yatırım eləyib çünki McDonald's yer bu adam. Yəni mən də yatırım eləyərəm Kola McDonald's-a. yatırımı var, kola içir. Kola içir. Amma siz deyə bilərsiniz ki, yox, mən sağlam həyat yaşayıram, kola falan şeydir, amma kolanın səhmləri hər zaman artır da, qəşəng dividend də verir. Gərsiz pulunuzu kola yatırırsınız. Mən deyirəm ki, yəni Əslində məntiqli də elə birinci kolanın əksinə gedən sizsiz. Hə də onda Sizdən yavaş-yavaş sizin ətraf gedir. Hə də ona görə də siz də gedib nə etməlisiniz? Sizin həyat fəlsəfənizə uyğun bir şey yatırım eləməlisiniz. Çünki yatırım elədiyiniz şeyin səfirinə çevrilməlisiniz. O layihəni dostlara, tanışlara tanıtmalısınız. O layihəni başqa investorlara tanıtmalısınız və o layihə elə də böyüməlidir. Yox, əgər düşünürsünüzsə ki, sadəcə mən pulumu qoyub 3x olacaq pulumu götürəcəm, onda heç bir fərqi yoxdur. Yəni orada bir fəlsəfə də yoxdur. Orada onun hype olub olmamağının da fərqi yoxdur sizin. Mən ən çox rus məktəbindən öyrənmişəm deyə işləri. Bizdə buna работа над сумкой deyirlər. Yəni deyirlər ki, əgər siz qeyd etdiyiniz kimi, əgər üstündə işləməyəcəksiniz, öz sumkanın üstündə işləməyəcəksənsə də, oraya yatırım etməyin mənası yoxdur. Heç bir mənası yoxdur. Mən də bu fikirlə razıyam əslində. Amma qaldı ki, o hype yaxalamağa mən yəni mənim
arada mən də yatırımlar edirəm, xüsusən də o kriptoda, orada burada, yəni oyun amaçlı deyək. Mənim fəlsəfəm bu olur. Giriş qiyməti və çıxış qiyməti. Və mən aldığım şeyi Əvvəlcədən planınız olur. avtomatik order qoyuram. Bu əslində çox az adamın etdiyi bir şeydir. Çünki qalxdıqca biraz da gedər söhbəti başlayır. Tutaq ki, gözəl yatırım adətən nə olur? Fikirləşirsiniz ki, sizin yatırımınızdan nə qədər pul qalsa, o qədər xoşbəxt olacaqsınız. İnsanlar adətən o dalğa olur, yuxarı qalxır. Deyək ki, Bitcoin gəlir 95-də, siz 95-də satırsınız, çünki Bitcoin-u 17-dən 20-dən almısınız. Bitcoin 110-a gələndə siz fikirləşirsiniz ki, mən Bitcoin-dan 10.000 itirdim. Demirsiniz də 4x eləmişəm, mən 4 dəfə artıq qazanmışam. Bəli. Amma mən o qazancıyla xoşbəxt olan insanam deyəndə, mən hər zaman deyək ki, X coin-u da alanda mən onu nə zaman satmaq istəyirəm, avtomatik bir fill order qoyuram. Və mənim hər kəsə məsləhətim olur ki, dollar cost average dediyimiz, yəni hər həftə, hər ay davamlı sürətdə alırsınızsa, satanda da dollar cost average-dən satmalısınız. Deyək ki, mənim ən son elədiyim ən böyük yatırımlar Bitcoin idi. 17-dən 22 minə qədər almışdıq və mən 95-dən 115-ə qədər satışlar qoymuşdum. Necə ki almışdım, elə də satdım. Hər birində ortalama 4.5x. İki diapazonunuz vardı. Alış diapazonu, satış diapazonu. Satış diapazonu və mən onu o 95-də satanda gəlib 115-ə, 130-lara, 160-lara qədər səhv eləmirəmsə. Sizdə heç bir FOMO yoxdur. Məndə heç bir FOMO yoxdur və mən oturub hər kəsə o itirdiyim pulun dərdini çəkmirəm. Mən deyirəm ki, zaten 4-5x eləmişəm. Və çox insan, yəni əminəm ki, siz də bayaq dediniz də ki, 20-də satdım, sonra 75-ə gəldi, çıxdı Trump token. Siz oturub ağlamalısınız ki, indi mən ayda o qədər pul Əslində yata 5x qazanmışam. Yəni 500% pul qazanmışam yatırımımdan. Məncə 8 saata yata yəni ən gözəlidir. Rekord loteriyadır. Ona görə də kimsə baxırsa mən həmişə deyirəm ki, hype pis deyil, hype-ı tutmaq lazımdır və bilməlisiniz ki, o hype-dan nə qədər qazanc əldə etmək istəyirsiniz. Əla. Deməli Vüqar bəy, sizə sonuncu belə bir sualımı verim. Sizcə Azərbaycandan böyük texnoloji şirkətlərin çıxmasına nə çatışmır? Məncə Azərbaycandan böyük texnoloji şirkətlər çıxıblar. Sadəcə problem olub ki, çıxıblar, sonra böyüyüblər. Burada Azərbaycandan Yaxşı, belə deyim. Made in Azərbaycan böyük şirkətlərin, texnoloji şirkətlərin olmamasının səbəbi və bunlar necə olsun? Azərbaycanda bürokratiya var. Çox böyük bürokratiya var. Azərbaycanda startap gedib şəhadətnamə almalıdır. Azərbaycanda xarici bir investor xaricdən bir pul gələndə, o pulu bilmirəm də, əminəm ki, sizə də olub. Yəni bank hesabınıza gələn o xaricdən pulu almaq çox uzun bir prosesdir. Hətta ölkə daxilində də. Ədliyyə Nazirliyinə getməlisiniz, oraya getməlisiniz, buraya getməlisiniz və 22 yaşında bir startapçı, bir ideyası var, ona bir 10.000 pul lazımdır, ona 3 dənə developer lazımdır. Bu adam getsin hüquqşünas tutsun. Bu adam getsin o əlindəki pulu yarısı getdirir hüquqşünasa. Mühasibə versin. Çünki o startap quran bir adam neynir? 3 dənə gənc olur, oturur, pizza sifariş eləyir, evdə səhərə qədər kod yazır, 3 dənə dostuna, nə bilim, Instagram post hazırladır, bir adamdan demo eləmək istəyir və siz gəlirsiniz bu gəncə deyirsiniz ki, mühasib tut, VN açdır, SMS gəlsin, asan imzan olsun. Yəni o qədər şey baş verməli ki, bütün o kod yadından çıxır. Quracağı ideya yadından çıxır. Bilmir ki, bu işini görsün yoxsa və o da ən böyük problem. Bu gün yəni İsraildən başlayın Dubaya qədər, yəni mən heç Amerika falan misallarını gətirmirəm də. Orada çox rahat bir infrastruktur var. Adətən hətta qonşu Gürcüstanda səhv eləmirəmsə 100.000 və 200.000 dövriyyəyə qədər siz vergilərdən tam azasınız da. Yəni heç kim demir ki, bu pul hardan gəlir. Ərəb Əmirliklərində şəxsi hesaba pul ala bilirsiniz. O 100.000, 200.000 şəxsi hesabınıza gəlir. Kimsə də sizə demir. Yəni invoice göndərirsiniz. Hətta şəxs olaraq bir iş görmüsünüzsə invoice göndərirsiniz, o pul gəlir və o orada bitir. Tutaq ki, siz bir dizaynersiniz, balaca bir dizayn şirkəti qurmusunuz. Hə, o 5.000, 10.000 kiməsə flyer düzəldirsiniz, sayt düzəldirsiniz, prompt yazırsınız. Bunu gedib dövlətə demək, oradan vergi ödəmək. Bir də Azərbaycanda rüblük vergi var da, sadələşdirilmiş vergi belə. Həm rüblük var, həm il sonu var. Ondan sonra gəlir vergisi var. O gəlir mənfə. O qədər şey var ki, yəni 22 yaşlı bir insandan bunu gözləmək olmaz. Hətta bunu öyrənməsi belə böyük bir zaman aparır. Başa düşməsi ki, bu sistem necə işləyir. Ona görə də Azərbaycandan heç vaxt elə bir startap çıxmayacaq. Amma Azərbaycanlı uğurlu startapçılar varmı? Təbii ki var. Yəni Amerikadan İngiltərəyə qədər dünyanın harasına gedirsinizsə, mən özüm illərlə Dubayda yaşayıram və hətta mən o qədər startap görmüşəm ki, Azərbaycanda formalaşıblar. Sadəcə investisiya almaq vaxtı gələndə durub gəlirlər Dubayda, şirkət açıblar, ora alıblar investisiyanı. Çünki
maddi baxımından belə o daha ucuz olub, nəinki Azərbaycanda qalıb o pulu alsınlar və ən gülməli mən təbii ki, yəni heç kimin şəxsiyyəti ilə bir problemim yoxdur. Keçənlərdə Azərbaycanda bir startap dövlətlə bağlı nəsə bir qurum var, xəbərlərdə görmüşdüm ki, dedi 1 il ərzində Azərbaycanlı startaplar 2.2 milyona yaxın investisiya alıblar. Və mən həmin il sadəcə bir dənə AI ilə çalışan HR software, HR yazılımına Dubayda pre-seed raundu 3 milyon dollar investisiya almışdılar. 3 milyon dollar Bilməyənlər pre-seed. üçün deyək pre-seed round nədir? Pre-seed round hələ investisiya almağa heç başlamayıb. Bu Adamların sadəcə ideyası var. bəli, ideyanı, kağız üzərində olan ideya aldığı puldur. Yəni kodun birinci hərfini belə yazmayıblar. Və bu bir dənə startapın aldığı bir dənə investisiyadır. 3 milyon dollar. Və düşünün ki, həmin il Azərbaycandakı bütün startaplar toplanıb ondan daha az investisiya aldılar və bu çox bir gülməli rəqəmdir. Və məsəl üçün mən o qurumda çalışsaydım, mən o statistikanı açıqlamazdım heç. Paylaşmasaz daha yaxşı. Paylaşmasaydım və ya o deyərdim ki, biz 2.2 milyon investisiya almışıq, bizim problemimiz nədir? Neyləmişik ki, bu insanlar, yəni bu pulu ala bilməyiblər? Bu barədə bir dənə də mən əlavə edim. Bu yaxında bir hansısa podkastda görmüşdüm. Deyir Azərbaycan statistika ilə 2025-ci il ərzində 55 dənə notebook istehsal edib. Yəni aparıcı özünü çox saxladı ki, gülməsin. Sonra yəni 55 notebook və bunu statistikaya əlavə ediblər. Yəni bunu məncə paylaşmasaq, biz niyə notebook Belə yığaq? handmade, nə bu VIP, yəni rəssamlar Televizor yaradır. ustası Vüqar dayı yığıb yəqin ki 55 dənə notebooku bir nəfər yığıb. Yəni çox qəribə belə şeylər var. Ümid eləyirik ki, bunlar düzələr. Bunlarla danışmaqda məqsədimiz əsasən bunların daha yaxşı olması, bizim gənclərin, bacarıqlı, istedadlı gənclərin investisiya dalınca, şirkət açmaq dalınca məsəl üçün Dubaya, Londona getməməsi, məhz Bakıda eləməsi və bu məhsulun sonradan Made in Azərbaycan olmasıdır. Çünki əslində bir texnoloji şirkət qurursunuzsa, bir soft qurursunuzsa, insanlar bundan istifadə edirsə, bunun gəlirləri hazır olandan sonra çox böyük olur. Çünki sizdə belə də məhsul deyil ki, alıb satasınız. Sizdə ancaq texniki obslujivanyanın pulu var və məhsuldan daimi əldə olunan gəlir var. Və bu Azərbaycanda olsa, bu Azərbaycan iqtisadiyyatına çox küllü miqdarda pullar gətirər, iş yerləri açar və məncə gənclər daha aqressiv, yaxşı barədə aqressiv yanaşar bu işlərə və daha çox təşəbbüs göstərər. Bir dənə də Vüqar bəy belə bir sual vermək istəyirəm. Mexicinin venture fondu var. Mən 1-2 dəqiqəlik bu barədə sizdən məlumat almaq istəyərdim. Mexicinin venture fondu var. Onun da rəhbəri yenə də mənəm. Çox maraqlı bir coincidence və Mexicinin venture fondu 300 milyon dollarlıq böyük bir fonddur və biz burada stable coinlardan başlayın, Etna falan bütün bu böyük şirkətlərə yatırım eləmişik və eləməkdə də davam eləyirik. Orta statistik yatırım 20-30 milyon dollar civarında olur. Azərbaycanlılar baxsın. Azərbaycanlılar baxsın. Eyni zamanda mən Bitgetdə çalışdığımda Bitgetin Empower X 100 milyon dollarlıq fondu var idi. Biz orada Bitget Wallet-ə, Ton Foundation-a falan böyük yatırımlar eləmişdik. Və yenə deyirəm, əslində yatırım ən vacib, ən önəmli faktorlardan biridir və yatırım edən adam çünki pul şəklində əldə saxlamaq daimi tip gedir. Ən səhv yatırım Əlbəttə daimi versiyasıdır. Ona görə əslində o pulunu sizə yatırmaq istəyən o qədər insan var dünyada. Yəni insan məcazi mənada deyirəm, fondlar var, ailə təşkilatları var və s. Və bitirmədən öncə əslində Azərbaycandakı startapçılara çox böyük bir shout out demək istəyirəm. Çünki bütün bu danışdığımız limitlərə rəğmən Azərbaycandan çox gözəl startaplar çıxır. Azərbaycandan əvvəllər hətta bir neçə 10 ildən də çox vaxt keçib. Üstünə Hesab Az platforması var idi. Fərid müəllimin səhv eləmirəmsə. Bu günlərdə mən Sandıq tətbiqini gördüm. Çox maraqlı bir layihədir. Və baxmayaraq ki, bütün bu limitlər var, baxmayaraq ki, cəmi 2.2 milyon dollar pul fırlanır ortada. Çalışan, eləmək istəyənlər var. Onlarla yüzlərlə startap var və ümid edirəm ki, bir gün bu startaplar dünya arenasına çıxa bilərlər və İzləyən hər kəsə də tövsiyə edirəm ki, Azərbaycanda olmağımıza baxmayaraq bu gün internet sayəsində əslində dünyanın fərqli yerlərində olan hackathonlara qoşula bilərsiniz. Mənim özümə sosial media vasitəsindən əlaqə saxlayıb bizim Mexicinin Venture fonduna başvura bilərsiniz və çalışaram ki, sizi əlaqələndirim və düzgün insanlarla calaşdırım. Çünki yenə deyirəm, puldan çox pul var, önəmli olan o pulu gedib əldə etməkdir. Vüqar bəy, bu maraqlı söhbət üçün, əslində buna podkast da deməyim, bu maraqlı söhbət üçün çox minnətdaram. Ümid edirəm ki, izləyicilərə çox maraqlı oldu. Azərbaycan gəncləri məhz Azərbaycanlının necə dünyanın top 5 birjasının CEO-su olmasını və Azərbaycanlıların hər şey edə bilməsini, startaplardan əllərini üzməməsini və idarə etmənin
fikrin deyil də idarə etmənin ən önəmli olduğunu anlamış oldular. Və buradan balaca bir Mexi Ventures barədə də verdiyiniz insight ümid edirəm ki, kimlərəsə faydalı olar və bundan istifadə edərlər. Çox sağ olun. Çox sağ olun, məni dəvət elədiyiniz üçün. Maraqlı söhbət oldu və təbii ki, hər zaman qurmağa davam eləsinlər və hər zaman düşünsünlər ki, bunu yapan bir Azərbaycanlı varsa, onu bir daha yaxşısını yapa bilən bir Azərbaycanlı da ola bilər. Çox sağ olun.